Əziz dostlar, hər vaxtınız xeyir olsun. Sizə bir məlumat bildirim. Bizim beynimizdə 1-dən 46-ya kimi qatlar var, qatlar sahəsi var. Bu qatlar sahəsi müxtəlif funksiyaları yerinə yetirirlər. Amma bunlardan ən özəl 3 dənə qat sahəsi var ki, 9, 10 və 46-cı beynində olan qat sahələri var ki, bunlar ziyalılığı, müdrikliyi, milyonerliyi, daha özünü inkişaf edib insanlara tanıtmaq və öz gələcəyini daha insanlardan üstün qurmaq qabiliyyətini formalaşdıran bir beyin qatlarıdır ki, bu qatlara sahib olan insanlar ya çox zəngin, varlı, milyoner, milyarder və hər kəsin fikirlərini hörmət elədiyi, yeni ideyalar, yeni işlər, davamlı işlər quran bir insanlar. Bu qatlardan 9-cu rəqəmi olan qatlarda olan insanların çox güclü yaddaş qabiliyyəti var və çox güclü hafizəyə əsaslanır. Onlar öyrəndikləri hər bir şeyi yadlarında saxlayırlar. Yaşadıkları keçmişdə, yaşadıkları, öyrəndikləri hər bir şeyləri hafizələrində saxlayırlar və onlardan gələcəkdə çox mükəmməl şəkildə istifadə edirlər. Şuuru, yaddaşı və düşünmə qabiliyyəti çox gözəl insanlardır. 10-cu qatda olan insanlar, 10-cu qatı olan insanlar isə beynində, bu insanlarda öngörü qabiliyyəti, sezgiləri əvvəlcədən duymaq, riskləri analiz etmək, vəziyyəti dəyərləndirmək, nəyi necə və harda eləmək lazım olduğunu bilmək, hiss etmək, duyğularını idarə eləmək və yaranan vəziyyətdən, situasiyalardan öz xeyrinə necə istifadə edə bilmək analitiklik qabiliyyəti olan insanlardır. 46-cı qatlarda, beyin qatları olan inkişaf etmiş insanlarda isə motivasiya, daxili motivasiya, özünü yaranmış, düşmüş hər hansı bir çətinliklərdən çıxarda bilən, özünə müxtəlif o çətinliklərdən yollar araşdırıb tapan, o çətinliklər vaxtı ayaq üstə duran və oradan tərpənməyən, öz düşüncələrini və ideyaların arxasınca gedən, özlərinə daima bir motivasiya qaynağı yarada bilən insanlardır. Kənardakı insanlara bağlı deyirlər. Onlar öz motivasiyalarını özləri yaradan insanlardır ki, onlar risklərdən qorxmurlar, risk etməyi sevirlər və risklərdə batdıqları zaman, maliyyə itkilərinə düşdüyü zaman, yanıldıqları zaman yenidən cəhd eləməyə başlayan insanlardır. Bəs bu beynimizi hamıda varmı? Bəli, bu hamıda var. Hamıda eyni şəkildədirmi? Xeyr, bu hamıda eyni şəkildə deyil. Bəs biz bunu necə inkişaf elətdirə bilərik? Biz beyni qidalandırmalıyıq. Əgər biz bu sahələri inkişaf elətdirmək istəyiriksə, beyni qidalandırmalıyıq. Beyni nə ilə qidalandırmalıyıq? Oksigenlə, defominlə, bir də şəkərlə. Bu üçü ilə bu beyin qidalandırılmalıdır. Biz beyni daim immunitet